birinci onu gəlin xatırlayaq ki, Tramp gələn kimi birinci kimin haqqında nə söz dedi? Bəli. Birinci Rusiyanın iqtisadiyyatının çox ağır vəziyyətdə olduğunu dedi, xatırlayaq. Dedi, ağır sanksiyalar qoya bilərik bundan da əgər bunlar durdurmasalar, müharibəni, savaşı, qırğını durdurun. Birinci əslində Tramp Rusiyanı hədələdi. Sonra keçdi Ukraynanın canına. Bəli. Və hər iki tərəfi hədələməklə Fikrət müəllim də gözəl bilir, nüvə klubunun üzvləri həmişə özlərini necə aparırlar? Bütün dünyanın digər yerlərindəki problemləri bunlar moderator kimi həll edəcək statusda olurlar. Amma bu səfər Amerika Rusiyanı bu gedişi ilə özünü qaldırdı absolut moderator obrazına. Rusiya və Rusiyanın qarşısında duran başqa bir dövləti isə tərəflər kimi qiymətləndirdi. Bu birinci yəni ən böyük zərbəsi oldu. Yəni Rusiyanın nüfuzunu, hansı ki Rusiya əvvəllər necə idi? Özü absolut moderator kimi konfliktlərin əlində çıxış edərkən indi özü düşdü skameykaya. Yəni digərləri ilə müttəhim skameykasına düşdü. Bu birinci çox böyük geriləmə idi bu mövqeləri baxımından. O ki qaldı Trump'ın ritorikasına. Mən öz sosial akkauntumda da fikir etmədim. Bir neçə dəfə yazdım. Müsahibələrimdə də dedim ki, bu əgər ziddiyyətli açıqlamalar verirsə Amerika kimi bir dövlətin başçısı, hansısa informasiya əməliyyatından da söhbət gedə bilər. Yəni ola bilər ki, bu dövlətin bu başçısı elə bir ziddiyyətli informasiya bombardımanı edir ki, informasiya məkanını və ictimai şuuru, beynəlxalq ictimaiyyətin şuurun, orada hansısa hədəflər gizlənib arxasında. Və bunu bir ay yarım sonra biz biləcəyik. Həqiqətən də biz indi hal-hazırda görürük ki, de facto və de jure, yəni Ukraynanın da razılaşmasından sonra Rusiyanı çox çıxılmaz bir vəziyyətə və küncə sıxışdırmış oldular diplomatiya masasında. Yəni Rusiyanın artıq danışacaq başqa sözü yoxdur. Bax burasına diqqət eləmək lazım. Ya hə, ya yox. Bu da Amerikanın yaratdığı 50 günlük informasiya əməliyyatının nəticəsində belə oldu. Çünki əvvəl Rusiyanın danışacaq sözü də çox idi və bir 5-6 bənddən ibarət iddiaları da var idi. Yəni denasifikasiya olacaq, demilitarizasiya olacaq. İndi elə bir oyun getdi ki, Amerika elə bir oyun oynadı ki, çox həqiqətən də möhtəşəm bir gediş idi Trump administrasiyası tərəfindən və hə, yox cavabından asılı olur dünyanın növbəti, xüsusilə Avrasiya materikinin, məkanının həmçinin növbəti 30 ili, 40 ili elə Putin Rusiyasının da taleyi bu məsələdən də asılı olur. Bu da məsələnin bu tərəfi. Yəni əslində ərəb çöllərində Avropanın taleyi həll edilə bilməz. Bu hamıya aiddir. Yəni Səudiyyə Ərəbistanında Avropanın gələcəyi həll edilə bilməz və yeni dünya düzəni də ərəbin çöllərində qurula bilməz. Bu da aiddir. Amma Ukraynanın bu məsələni qəbul etməsi Sevinç xanım çox gözəl bir gediş idi və mənə elə gəlir bağlı qapılar arxasında Ukrayna rəhbərliyini izah ediblər ki, siz əgər bizim bu 30 günlük sülh şərtimizi, atəşkəs şərtimizi qəbul edərsinizsə, sizin əliniz güclənər. Yəni savaş istəmirik, qan istəmirik ritorikanız güclənər. Çünki bilirsiniz də artıq son 3 ildə elə bir şəkildə təhrif olunub ki, ritorikanın gedişatı və ictimai şuurda, beynəlxalq ictimaiyyətin şuurunda bu proses sanki Ukrayna savaş aparır Rusiyaya qarşı. Yəni belə bir bilirsiniz də, Azərbaycanda da bunu barışmaz mövqedədir yəni. Barışmaz mövqedədir. Ukrayna sülh istəmir. Elə Trump özü Ağ Evdə demək Zelenskini sıxma boğmaya salanda Zvençlə bir yerdə bütün dünya şoka düşdü ki, bu işğala məruz qalan tərəf budur. Siz buna deyirsiniz müharibə istəyirsən. Yəni bunun da kartını əlindən almış oldular. Yəni Rusiya hər dəfə bunu yeridirdi zaten bu ritorikanı. Savaşı Ukrayna istəyirmiş kimi, demək qırğını Ukrayna istəyirmiş kimi, amma bu 30 günlük sülhə təbii ki bu baş tutmayacaq mənim gəldiyim qənaətdə. 30 günlük sülhə birinci Kiyevin razılaşması bu da çox gözəl, nailiyyətdir açığında